Salam atribut izləyiciləri, bugünkü mövzumuz söz yaradıcılığındandır. Demək, söz yaradıcılığı kök və şəkilçidən bəhs edən bir bölmədir. Kök və şəkilçinin fərqi nədir? Kök müstəqil işlənə bilir, şəkilçi isə müstəqil işlənə bilmir. Kökə ayrılıqda sual verə bilirik, amma şəkilçiyə ayrılıqda sual verə bilmirik. Şəkilçinin yalnız qrammatik mənası var, kökün isə yalnız həm qrammatik, həm də leksik mənası var. Leksik məna, qrammatik mənanı keçən dərslərdən keçmişdik. Leksik məna onun lüğəvi mənasıdır. Qrammatik məna isə onun nitq hissəsinə mənsubluğudur. Demək, şəkilçi ilə kökün fərqi anlaşıldı. İndi gəlir şəkilçidən danışmaq. Şəkilçilər iki cür olur. Leksik şəkilçilər, qrammatik şəkilçilər. Leksik şəkilçilər sözün quruluşunu dəyişə bilir, sözün nitq hissəsini dəyişə bilir, yəni sözün həm leksik mənasını, həm də qrammatik mənasını dəyişir. Sözün quruluşuna təsiri var. Məsələn, sadə sözlər, leksik şəkilçisi artırmaqla düzəltmə sözlər yaradır. Demək ki, sözün quruluşunu təsir edən leksik şəkilçidir və yaxud da sözün nitq hissəsini, yəni onun qrammatik mənasını da dəyişə bilir. Məsələn, abur sözü isimdir, amma buna leksik şəkilçisi artırsan, aburlu, artıq yaradacaq sifət. Demək, nitq hissəsində, yəni qrammatik mənasını dəyişə bilir və daha sonra danışaq eyni köklü sözlərdir. Demək, eyni köklünün şərtləri var. Eyni köklü sözlər. 1. Yalnız və yalnız düzəltmə olmalıdır. Düzəltmə. 2. Köklər eyni nitq hissəsinə malik olmalıdır. Eyni nitq hissəsi. Amma köklər nitq hissəsi. Üçüncüsü isə kökləri eyni leksik mənaya malik olmalıdır. Eyni leksik mənaya malik olmalıdır. Köklər eyni nitq hissəsi olmalıdır, köklər eyni leksik mənada olmalıdır və düzəltmə olmalıdır. Əgər bir söz sadə sözdürsə, artıq eyni kökü yarada bilməz. Məsələn, evli, evcil, evdar. Bunlar eyni köklüdür. Nəyə görə? Köklər nədir? Evli, düzəltmə, evcil, evdar. Demək, hamısı düzəltmədir. Köklər eyni nitq hissəsi demək, ev, isim və eyni mənadadır və. Amma məsələn, bəzi sözlər var, sıx, məsələn, sıxlıq, sıxlaş və sıxılmaq. Sıxılmaq. Bunlar eyni köklüdür. Nədir? Sıx, sifət, isim, yəni sıx sifətindən sıxlaş feil yaranır, sıx feilindən sıxılmaq feil yaranır. Baxın, bəzi şəkilçilər var ki, o şəkilçilər, yəni feildən düzələn şəkilçilər adları artırıla bilməz, adlar deyil, yəni feildən başqa digər nitq hissələrini artıra bilməz. Bəzi feildən düzələn şəkilçilər var ki, onlar da feili yaradır, yaratmanı, amma adlardan feil yaradır. Yəni, adlara artırılan şəkilçilər feilləri artırılmır. Feili artırılan şəkilçilər isə adları artırıla bilməz. Bu ıl şəkilçisi yalnız və yalnız feildən feil yaradır. Yəni, başqa nitq hissəsini artıra bilmək. Bu şəkilçilər hansıdır? Dır, dış. Bu şəkilçilər feildən feil yaradır. Yəni, feilin üzərində feil artırır. Feili artırılır, feil yaradır. Və bu bəzi şəkilçilər var isə adları artırılır, feil yaradır. Bunlar isə lan, laş, lar. Bu şəkilçilərdir. Bu şəkilçilər isimlərə, yəni ki, adlara artırıb, tək isimlərə yox, feildən başqa digər nitq hissələrini artırıb, feil yaradır. İndi bu həmən bu sıxılır, sıxlaş, sıxılmaq, sıxlıq sözləri iki nitq hissəsi ola bilir. Sıx feili də var, sıx sifəti də var. Mən bunu hardan biləcəm ki, kökləri müxtəlif nitq hissəsi olsun. Yəni, hansını biləcəm feildir, hansını biləcəm sifətdir. Demək, bu şəkilçilər nədir? Burada ıl şəkilçisi, mən bilirəm ki, ıl şəkilçisi yalnız feili artırıb, feil yaradır. Demək, burada sıx sözünün kökü sıx feilidir. Artıq sıxlaş, burada laş şəkilçisi mən bilirəm ki, adlara artırılır. Demək ki, burada feil deyil, bu sifət olan sıxdır. Burada da eyni qaydada sifət. Bu şəkilçiləri bu şəkildə də yadda saxlaya bilərsiniz. Bir də fərqli formada bu sözlər, bu şəkilçini başqa bir sözünə artırmaqla. Məsələn, sıxıl sözünü sıxı başqa bir sözünə əvəzləyək. Məsələn, yorulmaq. Yorulmaq. Həmən şəkilçini başqa bir sözə artıran. Baxın, bu şəkilçisidir.
hansı söz artırır? Yormaq fe'ilinə. Demək ki, bu ıl şəkilçisi yalnız fe'il artırır. Daha sonra la şəkilçisini başqa bir söz artırıram. Məsələn, pisləşmək. Pisləşmək. Baxın, laşı burada gördüm. Hansı söz artırır? Pis. Pis hansı etkisi? Sifətdir. Demək ki, bunun kökü artıq burada sifətdir. İki qaydada bu sözləri yadda saxlamaq olur. Bir, bu şəkilçiləri yadda saxlayacaqsınız. Ya da ki, həmən şəkilçini başqa bir sözə artırmaqla. Məsələn, düzəl sözü. Silim. Məsələn, düzəl. Düzəl. Bir də var düzül. İndi bunları mən bilməliyəm ki, hansının kökü feildir, hansının kökü sifətdir. Demək, bu şəkilçini başqa bir sözə artırırıq. Məsələn, genə sözünü artıra bilərəm. Genə. Gen hansının hissəsi? Sifətdir. Demək ki, bunun kökü artıq sifətdir. Daha sonra düzülə baxırıq. Düzlük, məsələn, qırılmaq feil. Qırmaqdan qırıl. Qır hansının hissəsidir? Feildir. Demək ki, burada düzün kökü feil olacaq. Yəni, şəkilçilər əzbərləməklə də və yaxud da o şəkilçilər başqa bir sözlər əlavə etməklə də tapmaq olar. Ona görə və yaxud ki, burada sıxlaş və yaxud da sıxılmaq feili artıq eyni köklü sayıla bilməz. Çünki bunların kökü sifətdir, bunun kökü isə artıq feildir. Yəni, bunlarla eyni köklü sayıla bilməz. Çünki eyni köklü şərtləri nə idi? Eyni nitq hissəsi olmalıdır, eyni də leksik mənada olmalı. Əgər bunlardan biri fərqlənərsə, eyni köklü sayıla bilməz. Yaxud da gülüş, yaxud da gülük. Demək, sözün kökü gül feilidir. Burada isə gül ismidir. Artıq eyni köklü sayıla bilər? Təbii ki, yox. Çünki kökləri fərqli nitq hissəsidir. Artıq eyni köklü sayıla bilməz. Demək, eyni köklünün 3 şərti var və 3 şərtin üçü də ödənməlidir. Bir, düzəltmə olmalıdır. Kökləri eyni nitq hissəsi olmalıdır və kökləri eyni leksik mənada olmalıdır. Əgər bunlardan biri fərqlənərsə, bu zaman eyni köklü sayıla bilməz. Daha sonra danışırıq sözün hansı nitq hissəsindən yaranmasına. Əgər bu şəkildə, məsələn, sualda düşür ki, söz hansı nitq hissəsindən yaranır, bu zaman axırıncı leksik şəkilçidən əvvələ baxır. Məsələn, çəkisizlik. Hatta çarəsizlik sözünü alalım. Çarəsizlik. Çarəsizlik sözünün kökü nədir? Çarə. Daha sonra siz leksik şəkilçi, daha sonra leksik şəkilçi əlavə eləmişəm. Və soruşsalar ki, çarəsizlik ismi nədən yaranır? Artıq sifətdən yaranır. Baxın, kök isimdir. İsimə siz şəkilçisi artırıb sifət yaratmışıq. Və sifətdən sonra da lik şəkilçisi artırıb isim yaratmışıq. Demək, isim nədən yaranır? Sifətdən. Axırıncı leksik şəkilçisidən əvvələ baxırıq. Yəni ki, çarəsiz sözünə. Çarəsiz sözü sifətdir. Demək ki, çarəsizlik ismi çarəsiz sifətindən yaranır. Daha sonra əkinçilik sözünə baxaq. Əkinçilik. Ək sözün kökü. Daha sonra in isim yaranır. İsimdən əkinçi ismi. Əkinçi ismindən isə əkinçilik. Demək, ək feildir. Baxın, kök feildir. Burada isə kök isimdir. Feildən nə yaranır? Əkin ismi. Əkin ismindən nə yaranır? Əkinçi ismi. Əkinçi ismindən isə yenə də əkinçilik ismi yaranır. Soruşsalar ki, əkinçilik sözü nədən yaranır? Artıq bu lik şəkilçinin əvvəlki sözə baxır. Əkinçi sözünə. Əkinçi söz hansı nitq hissəsi? İsimdir. Demək ki, söz isimdən yaranır. Kökünü soruşsa feildir. Amma yarandığı nitq hissəsi soruşanda artıq axırıncı leksikdən əvvələ baxır. Axırıncı leksikdən əvvəlki sözə baxır. O hansı nitq hissəsə, onu götürürük yarandığı nitq hissəsi. Bir də bəzi tələbələr var ki, leksik və qrammatik şəkilçisini seçə bilmir. Bu əsasən feillərdə daha çox istifadə olunur. Məqmək şəkilçisi artırmaqla feillərə əgər artırılarsa, onlar leksik şəkilçisidir. Məsələn, qırılmaq sözünə baxaq. İndi bu ı şəkilçisini bilmirəm, leksikdir və yaxud da qrammatikdir. Artıq maq qəbul edirsə, demək ki, bu leksik şəkilçisidir. Və yaxud da qandırmaq. Baxın, dır şəkilçisi. Əgər maq şəkilçisi qəbul edirsə, demək ki, bu leksik şəkilçisidir. Əgər dır şəkilçisi
maq şəkilçisi qəbul etmirsə, bu zaman qrammatikdir. Məsələn, vətəndir. Vətəndir. İndi sizcə bura bir maq şəkilçisi mən əlavə edə bilərəm? Xeyr. Demək ki, bu dil şəkilçisi qrammatik şəkilçisidir. Məsələn, yazdırmaq feili var. Yazdırma. Baxın, yazdırma. Dil şəkilçisi burada nə? Leksik şəkilçisidir. Çünki maq şəkilçisi artıq qəbul edir. Amma yaz sözü iki cür düşünmək olur. Yaz. Bir var fəsil yaz. Deyirəm ki, indi fəsil yazdır. Artıq isim, artıq burada dır şəkilçisi qrammatik. Çünki şəxs sonluq bildirir. İndi fəsil yazdır. Yəni şəxs xəbərli şəkilçisidir. Amma deyirəm, o uşağı bunu yazdır. Yazdırmaq feili də artıq. Demək, burada leksik şəkilçisi sayılacaq. Və əgər sözlərə, yəni feillərə maq şəkilçisi artıra biliriksə o şəkilçilər, demək ki, o şəkilçilər leksik şəkilçilər var ki, onları bəzən bir leksik, bəzən də iki leksik şəkilçisi düşünmək olur. Bunlar və lam şəkilçilər. Bəzən bir leksik, bəzən isə iki leksik şəkilçisi düşünmək olur. Bunu necə bilirik? Bu zaman la-la ş-nı və yaxud la-la n-nı ayırır və la-dan sonra maq şəkilçisi artırır. Əgər maq şəkilçisi qəbul edirsə, bu zaman iki leksik şəkilçisi hesab olunur. Əgər qəbul etmirsə, bir leksik şəkilçisi hesab olunur. Məsələn, salamlaşmaq sözü. Baxın indi, salam sözün kökü, salamlamaq feilin varmı? Var. Demək ki, burada artıq iki dənə leksik şəkilçisi var. Daha sonra yaxşılaşmaq. Şimdi baxın, yaxşı sözün kökü, yaxşılamaq feilin var. Xeyr, demək ki, artıq burada la şəkilçisi ilə bütövlükdə bir dənə leksik şəkilçisidir. Daha sonra lan şəkilçisinə baxın. Lan da eyni qaydadır. Məsələn, ayaqlanmaq. Yaxud da səsləndi. Səsləndi. Baxın, ayaq sözün kökü, ayaqdan ayaqlayıram, ayaqlamaq sözüm var, ayaqlamaq. Demək ki, burada iki leksikdir. Səsləndi sözünə baxaq. Səs sözün kökü, səsləmək feilim var. Səslənmək yenə var. Demək ki, burada iki dənə leksik şəkilçi var. Bəzi amma sözlər var ki, məsələn, alovlanmaq. Alovlanmaq. Alov sözün kökü, alovlamaq sözüm yoxdur. Ədəbi dilimizdə alovlanmaq, alovlamaq sözü yoxdur. Elə alovlanmaqdır. Demək, burada lan şəkilçisi bir leksik şəkilçidir. Daha sonra qarşılaşmaq sözünə baxaq. Qarşılaşmaq. Qarşı sözün kökü, qarşılamaq feilim varmı? Var. Qarşılaşmaq da var. Demək ki, bunlar iki leksik şəkilçisi hesab olmaz. Və dediyim qayda yenə təkrarlayım. Əgər bir feilin maq şəkilçisi artıra bilirəmsə, yəni bir şəkilçiyə, feillərdə bir şəkilçiyə maq artıra bilirəmsə, bu zaman onlar qrammatik leksik şəkilçisi sayılacaq. Məsələn, elə səsləndi sözünə baxaq. Səsləndi. Səs sözün kökü. Səsləmək var. Səslənmək var. Amma indi səsləndirmək deyə bilirəm. Səsləndirmək. Bu şəkildə deyə bilmirəm. Demək ki, bu dil qrammatikdir. Səsləndirə baxın indi. Səsləndir. Dil olanda artıq maq qəbul edir. Səs, səsləmək, səslənmək, səsləndir, səsləndirmək. Demək ki, feillərdə şəkilçilərə maq artırmaqla bilirik ki, bunlar leksik şəkilçilər. Bir bu qaydamız var, qrammatik və leksik şəkilçisi tapmağa, bir də sual verməklə. Məsələn, deyirəm ki, oxutmuşdur. İndi, bunu bilmirəm ki, hansı leksikdir, hansı qrammatikdir. Bu zaman sual veririk. Nə etmişdir? Baxın, sualda bu şəkilçilərdən istifadə edirəm. Demək ki, bunlar qrammatik şəkilçidir. Əgər sualda o şəkilçidən istifadə edirəmsə, bunlar qrammatik şəkilçilər hesab olunur. Artıq burada t leksik şəkilçidir. Yəni, bir bu qaydada sual verməklə tapmaq olur. Əgər sualda o şəkilçidən istifadə edirəmsə, demək ki, onlar qrammatik şəkilçilərdir. Yox, istifadə etmirəmsə, demək ki, o leksik şəkilçidir. Bir bu qaydada, bir də elə maq artırmaqla. Baxın, oxutmaq deyə bilirəm. Demək ki, bu t şəkilçisi leksikdir. İndi bundan sonra bir maq artırın. Oxutmuşmaq deyə bilirəm. Xeyr, demək ki, bu qrammatikdir. Sonra oxutmuşdurmaq deyə bilirəm.
Burada bir MacArthur. Bunu deyə bilirəm. Deyə bilmirəm. Demək ki, bunlar qrammatik şəkillər. Yəni, iki yolla leksik və qrammatik şəkilini tapmaq olar. Bir, nə etmişdir sualına? Yəni, suala cavab verməkdən. Bir də fiillərdə MacArthurmaqdan. Yəni, fiillərdə MacArthurmaqdan tapa bilərsiniz. Bir də sual verməkdən. Əgər o sualda o şəkilcini istifadə edirəmsə, demək ki, onlar qrammatik şəkillərdir. Və D şəkilçisi də yenə eyni qaydada. D şəkilçisi bir şəxs olmalı, bir də həm leksik, həm də qrammatik şəkilçi ola bilir. Əgər D-ın üzərinə mag artıra bilirəmsə, bu zaman götürülür leksik şəkilçisi. Yox, artıra bilməsəm, bu zaman qrammatik şəkilçi hesab olunur. Və bəzi sözlər var ki, onlar sözün kökləri fərq edir. Məsələn, gözləmək. Sözün kökü gözdür. Gözləmək bu şəkildə. Yəni, düzəltmə söz var. Daha sonra bölgü. Bölürəm, bölgü yaranır. Bölgə. Bölürəm, bölgə yaranır. Sonra yoluxucu. Yol sözün kökü, yoluxmaq feili, yoluxucu. Burada sözün kökü yol, yoluq feili deyil. Yol sözün köküdür. Yoldan yoluxmaq feili, yoluxmaq feili nəsə yoluxucu sifəti yaranacaq. Gözləmək də sözün kökü gözdür, böldə bölgü, bölgədə böl. Yenə də yoluxucu sözü nəsə sözün kökü yoldur. Damlamaq sözü sadədir. Damladır sözün kökü. Damla, damlamaq olmuş. Sonra dinləmək. Sadədir. Dinlər sözün kökü. Yoxlamaq. Sadə sözlər. Yoxdan yoxlaya bilmək. Yoxla elə sözün köküdür. Daha sonra yoxuş. Sözün kökü ilə yoxuşdur. Bu şəkildə. Söz yaradıcılığı bitdi. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.